Hər vaxtınız xeyir olsun dəyərli dostlar. Hər zaman dəbdə olan və öz aktuallığını heç bir zaman itirməyən Leningrad layihəli daha bir mənzilimiz satışa çıxdı. Dəyərli izləyicilər, Xırdalan şəhərində 28-ci məhəllə Köhnə bazarın arxasında prospektə əsas yola çox yaxın bir yerdə qanuni 4 otaqdan ibarət mənzilimiz satışdadır. Mənzilin video təqdimatına qonaq otağından başladıq. Şəxsi yaşayış üçün sahibi tərəfindən təmir olunub. Ev sahibi mənzildə özü yaşayır. Koridor sistemli bir evdir. Bütün otaqların dəhlizə çıxışı və müstəqil pəncərəsi var. Qonaq otağını görürsünüz. Evin təmiri şəraiti əla. Bugünkü gündə heç bir xərcə ehtiyacı yoxdur. İstilik sistemi kombidir. Mənzil qismən əşyalı şəkildə satılır. Yəni elektronika malları və bəzi əşyalar mənzildən çıxacaq. Mebellərin əksəriyyəti mənzildə qalır. Mənzilin xırda və bir böyük eyvanı var. Ümumilikdə 2 eyvanımız var. Kiçik eyvana qonaq otağından keçirik. Kombi istilik sistemi burada quraşdırılıb. Keçək indi proyektin digər sahələri ilə tanış olaq. Orta blok orta mənzildir. 5 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşir. Dəhlizin ümumi görüntüsü bu formadadır. Geniş bir dəhlizimiz var. Çöldən giriş qapısı qarşıda sağ tərəfdədir. İçəri daxil olarkən sağ divarda tavana qədər qardırob şkafı yığılıb. Döşəməsi palıd parketdir. Bu hissədən də göstərirəm sizlərə. Sanitar qovşaqla hamam otağımız ayrı-ayrılıqda və aksesuarlarla təchiz olunub. Qiyməti də bugünkü bazar qiymətlərinə uyğun qoyulub. Real bazar qiyməti təyin olunub mənzilimizə. Evin bu hissəsində ardıcıl olaraq yataq otaqları yerləşir. Qanuni 4 otaqlı mənzil olmaqla 3 yataq otağı, 1 qonaq otağı və 1 mətbəx, 2 eyvandan ibarətdir. Yataq otaqlarından biri buradadır. Kupça əldədir. Bildiyiniz kimi Leningrad layihəli binalarda sənəd birmənalı olaraq kupçadır. Alqı-satqıya tam hazır vəziyyətdədir. İstənilən notarius və asan xidmət orqanlarında alqı-satqı etmək mümkündür. Burada yerləşir mənzilin uşaq yataq otağı və buradan keçirik mənzilin böyük eyvanına. 2 yataq otağından bu eyvana keçid mövcuddur. İndi o bir yataq otağını da sizə təqdim edəcəm. Böyük eyvanımızın ümumi görüntüsü bu formadadır. Və buradan keçirik 3-cü yataq otağına. Bura valideyn yataq otağıdır. Bu gördüyünüz yataq dəsti də mənzildə qalacaq. Mənzildə sadəcə uşaq yataq otağının mebeli götürülür. Qalan 2 böyük yataq otaqların mebelləri qalacaq. Kondisionerlər, soyuducu, paltarlayan televizor bunlar götürülür. Zal otağında stol, stul götürülür. Qalan zalın bütün mebelləri mənzildə qalır. Və sonda isə sizlərə təqdim edirəm mənzilin mətbəx hissəsini. Mənzilin mətbəxi də çox genişdir. Divar boyu tavana qədər bahalı materialdan mətbəx mebeli quraşdırılıb və mətbəxdə oturmaq üçün, istirahət üçün kifayət qədər yer də var. Divarın bu hissəsində boşluqdan istifadə olunub. Burada mətbəx şkafı yığılıbdır və səliqəli gözəl bir mətbəxdir həqiqətən. Mənzillə bağlı hər hansı sualınız olarsa qeyd edilən nömrə ilə əlaqə saxlayın. Kanalımıza abunə olmağı unutmayın. Bugünə bu qədər, diqqətiniz üçün təşəkkür edirəm.